Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi dövlət tərəfindən hər zaman uca tutulur. Ötən gün prezidentin sərəncamı ilə Biləsuvarda da bir kənddən 7 qəhrəman şəhidin şücaətinə ali ehtiram göstərilib. Əməkdaşlarımız həmin şəhidlərin ailələrini ziyarət edərək bu ali diqqət və ehtiramın ailələrdə yaratdığı duyğuları onların öz dilindən eşidiblər. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçularını və mülki işçilərini təltif edib. Onlar arasında ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilən Biləsuvar rayonunun Çaylı kəndindən olan 7 şəhid Gizir Elməddin Babayev, Gizir Sahil Məmişli, Gizir Cahid Qəniyev, Kiçik Çavuş Elvin Kərimov, Əskər Amid Əliyev, Gizir Kamran Məmmədzadə və Əskər Elnur Allahverdiyevin də adları var. 44 günlük vətən müharibəsində 7 igid oğlunu vətənə qurban verən bu kənd bir daha qəhrəmanlar yurdu olduğunu təsdiqlədi. 2 şəhidin valideyni kimi mən bu günləri çıxış edirəm. Bu günləri həm bizim üçün sevindirici haldır ki, ölkə başçısı bizim şəhidlərimizə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif ediblər. Mən bugün onun ordenlə təltif olunmağın dünən eşitdim, telefonda gördüm və onunla fəxr eləyirəm. Ölkə başçımıza təşəkkürümü bildirirəm. Ümumi bu döyüşdə 3 medal alıb. Ordenlə 4'tü. İşlədiyi dövrdən bəri olduğu 7 medallı bir orden. Hörmətli prezident qiymətləndirib. Təşəkkürümüzü bildiririk. Sağ olsun. Çaylı kənd şəhidlər kompleksinin önündə ziyarət etdiyimiz şəhid valideynləri, doğmaları eyni fikir səsləndirdilər. Övladlarının qəhrəmanlığının unudulmaması ailələr üçün ən böyük təsəllidir. Akşam eşittim, bu telefona geldi. Yani verildiğine göre bu medal değil. Allah köməklər olsun. Yani bu 6. medaldır. Her yerde vuruşub. Axırıncı son şəhid olduğu yer Daşaltıda olub. Yani Şuşaya qalxan Mehmet vətən sağ olsun. Bütün elə şəhid valideynlər də elə hamısı sevinir. Bütün yenə də deyirəm, bütün Allah cəm şəhidlərə rəhmət eləsin. Biz onların hesabına, dövlətimizin hesabına torpaqlarımızı azad elədik və bu medallara da layiqdilər. Bayrağımızı həmişə dövlətlər qarşısında uca eləsin. Allah dövlətimizi qorusun, əsgərlərimizi qorusun. Bəli, şəhidlərimizə verilən bu ordenlər xalqımızın və dövlətin şəhidlərə sonsuz ehtiramının daha bir ifadəsidir. Yaqub Mehdoğlu, Vüqar Qaliboğlu, Günəş Rızayev, SBS xəbər Biləsuvar.